Qabağıma bir məlumat çıxdı. Azərbaycanla Moldovanın minimum əmək haqqı müqayisə edilir. Azərbaycanda 400 manatdır, Moldovada 632 manat və eyni müqayisədə 2018-ci ilə müqayisə aparılır, yəni eyni bu iki ölkə arasında. Onda da Moldova irəlidədir, Azərbaycanda 130 manatdır, Moldovada 155 manat və bunu mən nəyə görə həmdə deyirəm? Bu Milli Məclisdə Əhalinin Əmək və Sosial Müdafiəsi Naziri Anar Əliyev çıxışında deyib ki, 2018-dən bu yana biz 130 manatdan 400 manata minimum əmək qaldırmışıq və bunu uğur hesab edir. Onu deyim ki, birinci əvvəla Moldova Avropanın ən kasıb ölkəsi sayılır. Moldovanın ərazisi nüfusu işğal altındadır. Moldovanın nə nefti var, nə qazı var, nə heç nəyə yoxdur. Amma Azərbaycan axır ki, ərazi bütövlüyünə qovuşdu. Qalib ölkədir. Nefti var, qazı var, qızılı var və digər təbii sərvətləri var və buna rağmen biz Avropanın ən kasıb ölkəsində bizim minimum əmək haqqı azdır. ÖDM-ni Ermənistandan azdır, Gürcüstandan azdır, minimum əmək haqqı Moldovadan azdır və bütün bunlara rağmen biz özümüzü regionun lider ölkəsi sayırıq, varlı ölkə sayırıq və s. Və Anar Əliyev də bu yeni nazirimiz. Bu yeni nazirlərin əslində çoxlarının adını təzə öyrənir. Çünki o qədər görünmürlər ki, o qədər siyasi şəkildə kiçik cığız görsənirlər ki, əvvəlki könüllərin hamısının adları əzbəri, çünki görünürlər və siyasi çəkləri var. Belə korrupsioner idilər, traybalist idilər, partokrat idilər, Rus yönümlü idilər. Amma bir çəkiləri var idi. Bunlar da qərb yönümlüdülər, İsrail yönümlüdülər. Bunların çəkiləri yoxdur. Bu 30 ildə Qarabağ işğal altındadır. Bütün günahlar bunun üstünə atırdı bu hakimiyyət ki, biz Qarabağ işğal altında, biz məsələn silah alırıq. Pullar ona görə. Şükür Allah Qarabağ azad elədi. İndi də bir 30 ildə Qarabağı tikirik. Onu başlayırlar. Bir 30 ildə onu deyərlər və bütün bu xalqın sosial vəziyyəti gündən pisləşən sosial vəziyyətdə bax bu vəziyyətdə bu durumda olmaqda davam edəcək və buna da bəhanələr gətiriləcək və bunları da uğur kimi sırmağa çalışacaqlar.